tayfa var. İmamlara ibadət edirlər qardaşım, ibadət. Yer üzündə elə bir şey yoxdur ki, Allaha şərik qoşsun. Bundan Allaha sığınıram. Bütün şeylər şəhadət verirlər ki, həqiqətən də Allahdan başqa heç bir ilah məbudu yoxdur. O təkdir və şəriki yoxdur. Həmçinin şəhadət verirlər ki, həqiqətən də Muhammed, Əli və digər imamlar Allahın şərikləri deyil, əksinə Allahın qullarıdır. Hansı ki, biz bunu gündəlik 5 namazda deyirik. Gəlin baxaq. Allahu Ekber. Elhamdülillah, eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bu da şiə namazıdır. Görəsən o, şəhadət verirəm ki, Muhammed Allahın şərikidir dedi. Əlbəttə ki, yox. Əksinə o dedi ki, şəhadət verirəm ki, Allahdan başqa heç bir ilah məbud yoxdur və şəhadət verirəm ki, Muhammed onun qulu və elçisidir. Şiənin əqidəsi də elə budur. Kim bundan başqasını deyirsə yalançıdır və qiyamətə qədər Allah ona lənət etsin.